Salam dəyərli abituriyentlər. Mən bu gün sizləri Turan Tədris Mərkəzinin təşkil etdiyi 3-cü buraxılış sınağımızın 8-9-cu siniflər üzrə suallarının hər biri ilə tanış edəcəm. Suallarımız DİM səviyyəsində hazırlanmış öyrədici və maraqlı suallardır. İlk öncə dinləmənin suallarından başlayaq. Gəlin transkriptlə tanış olaq. World Laughter Day takes place on the first Sunday of May of every year. Ümumdünya Gülüş Günü hər il mayın ilk bazar günü keçirilir. It was created in 1995 by Dr. Madan Kateria, the founder of the Worldwide Laughter Yoga Movement. O 1995-ci ildə Ümumdünya Gülüş Yoga Hərəkatının banisi Dr. Madan Kateria tərəfindən yaradılmışdır. Laughter is a powerful antidote to stress, pain and conflict. Gülüş, stres, ağrı və münaqişələrə qarşı güclü antidotdur. It is a part of human behavior regulated by the brain. Bu, insan davranışının beyin tərəfindən tənzimlənən bir hissəsidir. Laughing stimulates the right side of the brain. Gülmək, beynin sağ tərəfini stimullaşdırır. Nothing works faster to bring your mind and body back into balance than a good laugh. Heç bir şey ağlınızı və bədəninizi tarazlığa qaytarmaq üçün yaxşı bir gülüşdən daha sürətli işləyə bilməz. A good hearty laugh relieves physical tensions and stress. Yaxşı və səmimi gülüş fiziki gərginliyi və stresi aradan qaldırır. It increases the amount of nutrition and oxygen that our brain receives and this alters our mood. Bu, beynimizin qəbul etdiyi qida və oksigen miqdarını artırır və əhvalımızı dəyişir. Laughter protects the heart. Gülüş ürəyi qoruyur. It makes you feel good. Bu, sizi yaxşı hiss etdirir. Humor helps you to keep a positive, optimistic outlook through difficult situations, disappointments and loss. Yumor çətin vəziyyətlər, məyusluqlar və itkilər zamanı müsbət, optimist dünya görüşünü saxlamağa kömək edir. Sometimes people laugh when they are not happy. Bəzən insanlar xoşbəxt olmayanda da gülürlər. When people are ashamed or embarrassed, sometimes they react by laughing. İnsanlar bəzən utandıqda da gülərək cavab verirlər. Our bodies cannot tell the difference between fake laughter and real laughter, so they still produce the same healthy chemicals. Bədənimiz saxta gülüşlə həqiqi gülüşü ayırt edə bilmədiyinə görə, eyni sağlam kimyəvi maddələr saxta gülsək də, real gülsək də istehsal edilir. Dəyərli abituriyentlər, biz artıq dinləmənin mövzusu ilə tanış olduq. İndi isə suallarına baxırıq. Birinci sualımızda What is the passage mainly about? Dinləmənin nə haqqında olduğunu soruşur. Biz bilirik ki, dinləmə nə haqqındadır sualının cavabı elə bir cavab olmalıdır ki, mətnin bütöv ideyasını əhatə etsin. A variantına baxsaq biz görərik ki, A variantında Laughter Yoga Movement, demək gülüş yoga hərəkatı haqqında, mətn onun haqqında ola bilməz, çünki yalnız bir abzasda onun haqqında danışılırdı. Happy people, xoşbəxt insanlar ola bilməz, belə bir cavab doğru. People's mood, insanların əhval-ruhiyyəsi, bu da mətnin ideyasını əhatə etmədiyinə görə doğru cavab kimi götürə bilmərik. D variantında The founder of Laughter Yoga, deməli gülüş yoga hərəkatının banisi, bundan da yalnız bir abzasda danışılırdı. Ona görə də D variantı da səhv cavabdır. Doğru cavabımız E variantı olacaq. Biz dinləmənin mövzusunu oxuyarkən gördük ki, dinləmənin bütün abzaslarında gülüşün əhəmiyyətindən söhbət gedirdi. Doğru cavab E variantı. İkinci sualımızda bizdən dinləmə haqqında səhv fikri seçməyimizi soruşur. Dinləməyə əsasən səhv fikri seçməyimizi soruşur.
A variantında humor helps people to keep a negative outlook. Yumor insanlara mənfi dünya görüşünü saxlamaqda kömək edir. Lakin orada deyilirdi ki, humor helps people to keep a positive outlook. Deməli, elə bizim səhv cavabımız A variantı olacaq. B variantında isə deyir, there are fake laughter and real laughter. Saxta gülüş var, əsl gülüş var, doğrudur. A good hearty laugh relieves physical tension. Yaxşı gülüş deməli fiziki gərginliyi azaldır. Laughter is a part of human behavior. Gülüş insan davranışının bir hissəsidir, doğrudur. Madan Katarya is the founder of laughter yoga movement. Deməli, Madan Katarya gülüş yoga hərəkatının banisidir. Bu da doğrudur. Deməli, səhv cavabımız A variantıdır. Bizdən də səhv istədiyinə görə bu testin doğru cavabı A variantı olacaq. Üçüncü sualımızda biz dinləməyə əsasən doğru fikri müəyyən edəcəyik. A variantında deyir ki, World Laughter Day is celebrated in September. Deməli, Ümumdünya Gülüş Günü sentyabr ayında qeyd edilir. Xeyr, may ayında qeyd edilirdi. A variantı səhvdir. Laughter is not a powerful antidote to stress. Gülüş güclü antidot deyil stresə qarşı, səhvdir. Is not demirdi, is deyirdi. Laughter protects the heart. Gülüş ürəyi qoruyur. Bəli, doğru cavabımız budur. Dinləmənin içərisində belə bir cümlə vardı. Laughter is a cause of stress. Gülüş deməli stresə səbəb olur. Təbii ki, səhvdir. Laughter keeps people ill and sad. Gülüş insanları xəstə və qəmli etmir. Bu da səhv cavabdır. Doğru cavabımız C variantı. Dördüncü sualımızda doğru və yanlış cavabı tapmağımızı istəyir. Birinci cümləni oxuyuruq. Laughing stimulates the left side of the brain. Left side demirdi orada, right side deyirdi. Ona görə bu fikir yanlışdır. B variantı. World Laughter Day was created in 1995. Dünya Gülüş Günü 1995-ci ildə yaranmışdı. Bəli, mətnləri dinləməmizin birinci abzasında deyilirdi. When people are ashamed, sometimes they react by laughing. İnsanlar utananda da gülüşlə reaksiya verirlər. Bəli, doğrudur, A variantıdır. World Laughter Day takes place on the first Sunday of May. Bəli, bu da doğru cavabdır. Ümumdünya Gülüş Günü deməli may ayının birinci həftəsində qeyd edilir. Doğru cavabdır. Keçirik qısa mətnlərimizə. 5-ci sualdan 7-ci suala qədər qısa mətnlərimizdir. 5-ci sualda choose a correct variant, doğru variantı seç. Dear friends, əziz dostlar, you are invited to our wedding party on January 2nd. Lots of love, David and Susan. Deməli, əziz dostlar, yanvar ayının 2-sində toyumuza dəvətlisiniz. Sevgilərlə David və Susan. Baxırıq variantlara. A variantında deyilir, David and Susan invite her friends to have dinner. David və Susan dostları nahar etməyə dəvət edir. Nahar etməyə dəvət etmirdi, toya dəvət edirdi. Səhv cavabdır. Bu A variantı. B variantında deyilir, David and Susan want the friends to inform them about the wedding party. David və Susan dostların toy məclisi haqqında məlumat vermələrini istəyirlər. Dostların məlumat verməyini istəmirdi. Özləri dostlara məlumat verirdi. B variantı da səhv variantdır. The friends want David and Susan to be present at the party. Dostlar David və Susanın ziyafətdə olmasını istəyirlər. Bu da yanlış variantdır. David və Susan dostlarının olmasını istəyirdi. D variantında isə David and Susan want their friends to be with them at the party. David və Susan ziyafətdə dostlarının onlarla birlikdə olmasını istəyirdi. Bəli, elə doğru cavab D variantı olacaq. E variantında isə the party will be at the end of January. Parti yanvar ayının sonunda olacaq. Xeyr, yanvar ayının əvvəlində, ikisində olacaq. Bu da yanlış cavabdır. Doğru cavabımız D variantı. 6-cı sualımıza baxırıq. Mətnin what is the purpose of the message? Mesajın, məktubun məqsədini soruşur bizdən. Good afternoon. The ship
has just arrived at the seaside safely. All passengers are okay. No need to worry. Deməli, günortanız xeyir. Gəmi sağ-salamat dəniz kənarına təzə gəlib çatıb. Bütün sərnişinlər yaxşıdır. Narahat olmağa ehtiyac yoxdur. A variantında to ask people for help. İnsanlardan kömək istəyir. Xeyr. B variantında to see deməli of the passengers. Sərnişinləri yola salmaqdır məqsədi. Xeyr, bu da deyil. To help the passengers to leave the ship. Deməli, sərnişinlərə gəmini tərk etməyə kömək etmək. Xeyr, bu da səhv variantdır. D variantında deyilir ki, to inform people about the accident. Qəza haqqında insanlara məlumat vermək yanlış cavabdır. To share information about the arrival. Deməli, gəminin gəlişi ilə bağlı məlumat paylaşılır. Bəli, elə doğru cavab E variantıdır. Keçirik 7-ci sualımıza. Yenə də soruşur ki, what is the purpose of the notice? Deməli, bildirişin məqsədi nədir? Dear friends, the lift is not working. The fixing process will start in some minutes. Deməli, you will use it after restoration of course. Hörmətli sakinlər, lift işləmir, təmir prosesi bir neçə dəqiqədən sonra başlayacaq. Deməli, siz əlbəttə ki, bərpadan sonra istifadə edə biləcəksiniz. A variantında the people should use the lift now. İnsanlar liftdən indi istifadə etməlidirlər. B variantında the problem with the lift has already been fixed. Liftlə bağlı problem artıq aradan qaldırılıb. Xeyr, səhvdir. A variantı da səhvdir, B variantı da səhvdir. C variantında isə deyilir ki, the people are not allowed to use the lift. İnsanların liftdən istifadəsinə icazə verilmir. Bəli, indi istifadə etməyə icazə verilmir. C variantı doğru variantdır. Baxaq digər variantlara. D variantında the lift doesn't have any problem. Deməli, liftin heç bir problemi yoxdur. Görünürdü ki, problemi var. Deməli, the people will use it before fixing. İnsanlar təmirdən öncə də istifadə edəcəklər. Təbii ki, bunlar yanlış variantlardır. Doğru variantımız C variantıdır. Dəyərli abituriyentlər, indi isə mətnimizin sualları ilə tanış olacaq. İlk öncə onu qeyd etmək istəyirəm ki, mətnin suallarını işləməmişdən öncə mətni diqqətlə oxumaq lazımdır. Gəlin birlikdə oxuyaq. Water is the most important liquid. Su ən vacib mayedir. We need water to drink, wash our hands, cook, water plants and do many other things. Bizim suya içmək, əllərimizi yumaq, yemək bişirmək, bitkiləri sulamaq və bir çox başqa işləri görmək üçün ehtiyacımız var. Water is everywhere we look. Su baxdığımız hər yerdədir. It is in the ground and in the air that we breathe. O torpaqdadır, nəfəs aldığımız havadadır. Water has formed our earth since its beginning. Su, yer planetinin yarandığı gündən formalaşıb. It also prevents the earth from becoming too hot or cold. O yerin çox isti və soyuq olmasının qarşısını alır. When water freezes, it turns into ice. Su donduqda buza çevrilir. Water has been important for people for thousands of years. Su insanlar üçün min illərdir ki, vacibdir. Without water, there won't be life on the earth. Susuz yer planetində, yerdə həyat olmayacaq. Water makes up the human body. Su insan orqanizmini təşkil edir. Water regulates our body temperature. Su bədən istiliyimizi də tənzimləyir. We can live without food for a few days, but we can't live without water. Bir neçə gün yeməksiz yaşaya bilərik, amma susuz yaşaya bilmərik. Without water, plants will die, and people and animals
will go thirsty. Su olmadan bitkilər öləcək, insanlar və heyvanlar susuz qalacaq. A normal human needs about 2 or 3 liters of water a day to survive. Normal bir insanın yaşaması üçün gündə təxminən 2-3 litr suya ehtiyacı var. 8-ci suala baxırıq. 8-ci sual bizim mətnimizin ilk sualıdır. The passage is mainly about. Biz birinci, ikinci və üçüncü abzaslara baxanda artıq görürük ki, water, sudan söhbət gedir. Baxırıq variantlara. The watering plants, bitkilərin suvarılması, xeyr, bitkilərin suvarılması deyildi doğru cavab. B variantında the earth, yer planeti. C variantında the most important liquid, ən vacib içki. Biz bilirik ki, mətn nə haqqındadır sualının cavabı birinci abzasda olacaq və birinci abzasımızın birinci cümləsində the most important liquid. Deməli, bizim doğru cavabımız C variantıdır. 9-cu sualda yanlış cavab istəyir bizdən. A variantında each man requires some liters of water daily. Hər bir insanın gündə bir neçə litr suya ehtiyacı var. Bu doğru cavabdır. Yəni doğrudur, mətndə vardır. Bu sualımızın cavabı ola bilməz. B variantında their life can exist without water. Həyat su olmadan da mövcud ola bilər. Amma burada deyilirdi ki, without water there won't be. Bax, burada yazılırdı ki, life on the earth. Deməli, susuz yer üzərində həyat olmayacaq. Yəni, bu fikir yanlış fikirdir. Bizə də yanlış fikir istəyirdi. Doğru cavabımız B variantıdır. 10-cu sualda yenə də cümləni tamamlamağımızı istəyir bizdən. Humans needs water. İnsanların ehtiyacı var. Suya niyə ehtiyacı var? To become too hot. Çox isti olmaq üçün. Xeyr. Deməli, only to cook food. Yalnız yemək bişirmək üçün. Yanlışdır. To go thirsty. Susamaq üçün. Xeyr, susamaq üçün ola bilməz. Susuzluğumuzu yatırmaq üçün biz su içirik. Not to survive. Sağ qalmamaq üçün. Əlbəttə ki, bu da yanlış cavabdır. To control body's heat. Deməli, bədənin istiliyinə nəzarət edir. Doğru cavab E variantıdır. 11-ci sualda isə choose a correct answer to the question according to the passage. Deyir ki, suala doğru cavab verəcək mətnə əsasən. Why is water so important? Nə üçün su vacibdir? Because it is used very little. Deməli, çox az istifadə edildiyi üçün. Bu doğru cavab ola bilərmi? Xeyr. Sonra deyilir ki, because only animals can survive without it. Çünki onsuz ancaq heyvanlar yaşaya bilər, susuz. Təbii ki, səhv cavabdır. Because people aren't able to live without it. Deməli, çünki insanlar onsuz yaşaya bilmir. Təbii ki, bizim doğru cavabımız C variantı olacaq. B variantında because it isn't in human's body. İnsan bədənində su olmadığı üçün. Because plants don't need it. Çünki bitkilərin ona ehtiyacı olmadığı üçün. Təbii ki, bu da səhv cavabdır. Baxırıq 12-ci suala. 12-ci sualda bizdən hansı fikrin mətndə olmadığı soruşulur. Birinci cümləmizdə water is a tasteless chemical substance. Su dadsız, deməli, kimyəvi maddədir. Biz belə bir fikrə rast gəlmədik orada. Bəli, bir doğru variantdır. Sonra water covers about 71% of the earth's surface. Su yer səthinin 71%-ni əhatə edir. Bu da doğru variantdır. Deməli, bizim burada doğru variantımız 1 və 2-dir. 13-cü sual qayda ilə bağlı sualdır. Baxanda görürük zamana aid testimiz var. Biz bilirik ki, zaman testi işləyərkən ilk növbədə fikir verməli olduğumuz şey zaman zərfləri və zamanların uzlaşmasıdır. Burada zaman zərfini
görmürük. Zamanların uzlaşmasına baxırıq. İndiki sadə zamanla indiki sadə, gələcək sadə zamanla indiki sadə zaman uzlaşır və keçmiş zamanla da keçmiş zamanlardan birisi uzlaşır. A variantında indiki zamanla keçmiş zamanı görürük. Təbii ki, bu doğru cavab ola bilməz. B variantında da keçmişlə indikini görürük. Doğru cavab ola bilməz. C variantı keçmişlə keçmişdir. Doğru cavabımız C variantı olacaq. Keçirik 14-cü sualımıza. 14-cü sualımız artiklla bağlı bir sualdır. A friend of mine, dostlarımdan biri dedikdə E artikl olacaq. Is a Frenchman but he lives in Great Britain. Böyük Britaniyanın qarşısında da artikl işləməyəcək. Deməli, A variantında the friend olmaz, B variantı olmaz. Deməli, D variantında yəni E artiklı yoxdur başda. Deməli, E variantında Böyük Britaniya sözünün qarşısına Z artiklı düşür. Yanlışdır. Doğru cavabımız C variantı. 15-ci sual yenə zamanla bağlı bir sualdır. Biz yenə də burada baxırıq zaman zərflərimiz varmı? Bəli, zaman göstəricisi var. Yesterday. Deməli, dünənki partiyə. Dünənki partiyə deyəndə bizə lazımdır keçmiş, sadə zaman. Doğru variantımız olacaq D variantı. 16-cı sual sifətin dərəcəsi ilə bağlı bir sualdır. Biz burada zən görürük. Biz bilirik ki, zən müqayisə dərəcəsinin göstəricisidir və onu da bilirik ki, a little özündən sonra müqayisə dərəcəsi istəyər. Deməli, 1 doğru cavabdır. İkincidə cleverer zən doğrudur. 3də much da özündən sonra müqayisə dərəcəsi istəyir. Ümumiyyətlə, much, a little, a bit, far, a lot özlərindən sonra müqayisə dərəcəsi gətirir. Burada da clever sözü deməli, 2 hecalı sifətdir. 2 hecalı sifət olmasına baxmayaraq sonu O, Y, L, ER şəkilçisi ilə bitən deməli 2 hecalı sifətlərimiz də sonuna ER şəkilçisi qəbul edərək müqayisə dərəcəsini düzəldir. Bizim burada doğru cavabımız 1, 2, 3-dür. 17-ci sualımızda deyir ki, choose a correct variant in which words describe food. Qida ilə bağlı sifət seçəsiyik biz burada. A variantında serious, political, təbii ki, bu qida ilə bağlı ola bilməz. B variantında salty, boiled, duzlu, qaynanmış. Təbii ki, doğru variantımız B variantı olacaq. Baxırıq 18-ci sualımızda və görürük ki, as sifətin dərəcəsi ilə bağlı sualdır. As adi dərəcənin göstəricisi olduğuna görə doğru cavabımız E variantı. 19-cu sualımız choose a line of irregular verb. Qaydasız feillər olan bəndi seçməliyik biz burada. Baxırıq A variantına və görürük ki, A variantında play feili və arrive feili qaydalı feildir. Bu variant doğru ola bilməz. B variantında call feili, celebrate feili qaydalı feildir. C variantında taste, live feili qaydalı feildir. D variantında to read, to teach, to cut, to put hər biri qaydasız feildir. Doğru cavab D variantı olacaq. E variantında da help qaydalıdır. Doğru cavab D'dir. 20-ci sualda isə yenə də sifətin dərəcəsi ilə bağlı sualdır. Biz bilirik ki, deməli, əgər nöqtələrin qarşısında nöqtələrdən əvvəl yəlik əvəzliyi və yəlik halda olan isim varsa, burada artikl işlətməməliyik. Bu baxımdan A variantı, B variantı, D variantı səhv variantı. İkinci hissəyə baxanda isə görürük ki, as var. As bizdən deməli adi dərəcədə olan sifət istəyir. Ona görə E variantı da getdi. Doğru cavabımız C variantı. 21-ci sualda sifətin dərəcəsi ilə bağlı sualdır. Baku State University is one of görən kimi bizə sifətin üstünlük dərəcəsi lazımdır. A variantını silirik, çünki elder ailədə böyük deməkdir. The eldest, bunu da silirik. Eldest'i də silirik.
Deməli, olden'i də silirik. Deməli, qaldı ki, B variantı ilə C variantı. İkinci tərəfimizdə isə bizə lazımdır ailədə böyük, yəni yaşca məndən böyük bacım deyəndə biz bura L də deyəcəyik. B variantını da silirik və doğru cavabımız C variantıdır. 22-ci sualda very görürük və bilirik ki, very adi dərəcədə olan sifətin və ya zərfin göstəricisidir və ikinci tərəfimizdə isə zən görürük. Birinci tərəfimiz adi dərəcədə olmalıdır, ikinci tərəfimiz müqayisə dərəcəsində. İndi baxırıq sifət mi olacaq, zərf mi? Fred is very. Təbii ki, burada hərəkət, yəni feilə aid olmadığına görə sifət lazımdır bizə. Biz buradan birinci tərəfdən zərfləri çıxırıq. Birinci tərəfdən zərfi çıxırıq. D variantı getdi. B variantı getdi və very olduğuna görə A variantı da getdi. Qaldı 2 variant. C variantı və E variantı. İkinci tərəfimiz zən olduğuna görə bizə müqayisə dərəcəsi lazımdır. C variantı da getdi. Doğru cavab E variantı. Make up a sentence. 23-cü sualda bizdən cümlə qurmaq tələb olunur. Cümləmizin mübtədası this game 3, 5, deməli, xəbəri is boring, is too boring. 2, yox, 1, 2, deməli, 3, 5, 4, 1, 2. Doğru cavab A variantı olacaq burada. 24-cü sualda yenə də sifət və zərflə bağlı sualdır. Ali worked yesterday. Biz bilirik ki, fastly sifətini, fastly deyə bir sifət, zərf forması yoxdur. Fastın və hardın sifət forması ilə zərf forması eynidir. Ona görə burada doğru cavab olacaq 2 ilə 4. 25-ci sual zamanla bağlı sualdır və biz bilirik ki, uzlaşmada indiki zamanla indiki sadə, gələcək sadə, keçmiş zamanla keçmiş zamanlardan birisi uzlaşır və ikinci tərəfimizdə as soon as-ı görən kimi oradan ikinci tərəfdən will olan variantları silirik. Qalır 1 ilə 2. Doğru cavab 1, 2. 26-cı sualımız şəkil üzrə hekayə qurmaqdır. Deməli, şəkillərə verilən ardıcıllıqla baxaraq 35 sözdən ibarət, ən azı 35 sözdən ibarət hekayə qurmaq lazımdır. Hekayəmiz təxminən bu formada qurmaq olar ki, one day a little boy was sitting on a bench in the park and happily eating a bar of chocolate. After some time, his tooth started to hurt. He held his cheeks and looked very sad. His mother took him to the dentist. The dentist examined his teeth, found problem and fixed it. The boy promised that to eat less chocolate. Dəyərli abituriyentlər, hər birinizə uğurlar arzulayıram və diqqətiniz üçün təşəkkür edirəm.